Bir sıra vətəndaşlar banklardan kredit götürən zaman çətinlik çəkirlər. Bəzən şərtlər tam ödənilsə belə bu mümkün olmur. Paralel olaraq bankların qara siyahısına düşənlər də narazılıq edir. Bəs kimlər bankdan kredit ala bilməz və qara siyahıya necə düşürük? News 24 xəbər verir ki, mövzu ilə bağlı Global Info-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, mövcud qanunvericiliyə görə hər kəs bankdan kredit götürə bilər. Hətta qara siyahıda olanlar da bura daxildir. Kimsə əvvəl vəsaitləri qaytaranda problem yaşayıbsa, bu Azərbaycan Kredit Bürosunun tarixçəsində əks olunur. Beləliklə, bank şəxsə pul vermək istəyəndə həmin hesabatı nəzərdən keçirir. Lakin borclarla bağlı problemlərin olması o demək deyil ki, vətəndaşa kredit verilə bilməz. Sadəcə bank ehtiyat edir. İqtisadçı bildirib ki, müvafiq tarixçəsi pis olanların belə banka yaxşı girov qoymaqla kredit alması mümkündür. Məsələn, sabah borcu qaytara bilməsə, əmlaki məhkəmə yolu ilə hərraca çıxarılacaq. Nəticədə bank əmlaki sataraq pulunu götürəcək. Eyni zamanda yaxşı maaşı olan biri zamin dursa, şəxs kredit götürə bilər. Qara siyahıda olmadığı halda kredit götürə bilməyənlər məsələsinə gəldikdə isə, burada banklar risklərini ölçürlər. Seçim edilməsə, problemli kreditlərin artması ehtimalı yüksəkdir. Borc qaytarılmadıqda bank da öhdəliklərini yerinə yetirə bilmir. Banklar əsasən müştərilərin yığdığı pullar hesabına kredit verir. Borc qaytarılmadıqda bu mümkünsüz olur.